edirəm. Bildiyimiz kimi, bugün Azərbaycan Respublikasının 20-ci ili müstəqil dövlətçiliyinin varisi və xilaskarı Heydər Əliyevin Ankara olmasının 103-cü il bölümünü böyük ehtiramla verilir. Heydər Əliyev təkcə rəhbər deyil, eyni zamanda o, Azərbaycanlıların taleyini həll edən, Azərbaycanlıların xilaskarı olan dahi bir şəxsiyyət olmuşdur. Ümumiyyətlə, o attığı hər bir adımda, verdiyi hər bir qərarda Azərbaycanın müstəqilliyini və eyni zamanda xalqın rifahını düşünən bir şəxsiyyət olmuşdur. Heydər Əliyev bir sıra sahələrdə olduğu kimi, məsələn, səhiyyə, sosial, iqtisadi sahələrdə olduğu kimi, eyni zamanda təhsil sahəsində bir sıra olduğu islahat edilmişdir. Beləliklə, o düşünürdü ki, o çox inanırdı ki, Azərbaycanın gələcəyi savadlı və təcrübəli vətənpərvər gənclərin çiyinləri üzərində yetişəcəkdir. Heydər Əliyevin bir kəlamını, məşhur bir kəlamını vurğulamaq istəyir. O hər zaman deyirdi ki, təhsil millətin gələcəyidir. Bəli, bu sadə, lakin dərin bir mənalı kəlam onun təhsil siyasətini ana xəttinə çevirmişdir. Beləliklə, 1969-1982-ci ildə, bəli, bu Heydər Əliyevin Sovet Azərbaycana rəhbərlik etdiyi bir dövrüdür. Bu illər ərzində Heydər Əliyev yenə də boş dayanmamış, təhsil sahəsində bir sıra işlər görmüşdür. Beləliklə, 1970-ci ilin əvvəllərində Heydər Əliyev bir sıra Azərbaycan gənclərini SSR-in ən nüfuzlu aile məktəblərinə göndərmişdir. Hər il 800-1000 nəfər gəncimiz bu proqram vasitəsilə SSR hüquqlarına təhsil almaq üçün göndərilirdi. Daha sonra Heydər Əliyev bir sıra sənaye institutu, bir sıra institut və universitetlərin fəaliyyətə başlamasında böyük uğurlar imza atmışdır. Daha sonra Heydər Əliyev Azərbaycanlıların fərqli sahəyə olan marağını artırmaq və bu sahə üzrə yüksək təcrübəli zabit kadrlar yetişdirmək məqsədi ilə 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbin əsasını qoymuşdur. Və bugün şanlı ordumuzun əldə etdiyi qələbələr həmin bu hərbi bazanı, hərbi məktəbin önəmini üzə çıxardırdı. Daha sonra 1993-2003-cü ildə, bəli, bu Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi bir illər olmuşdur. Bu illərdə də Heydər Əliyev bir sıra sahələrdə olduğu kimi, təhsil sahəsində də müəyyən işlər görmüşdür. Beləliklə, 1999-cu ilin 30 martında Heydər Əliyev Azərbaycan Respublikasının təhsil sahəsində